dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35'ti. 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Sən dəvət eləyirəm öz modalar evinə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı həmkarlarımla razı deyiləm. Görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmisən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda. Hər vaxtınız xeyir. Özünə baxda geyimi ilə tərz yaratdığını düşünən xanımların mübarizəsi davam edir. Seçimlər aprel ayına dək davam edəcək. Yarışmada geyiminizi nümayiş etdirmək istəyirsinizsə, atv.az saytında qeydiyyatdan keçməyə tələsin. Bugün münsiflərin qarşısına çıxacaq ilk yarışmaçını iştirakçı otağına dəvət edirəm. Ulduz Qumarova, buyurun. Salam xanım, xoş gəlmişsiniz. Geyiminiz hansı məbləğə başa gəlir? Çox gözəl. Sizcə münsiflər bəyənəcək? Essa é a letra mais fácil do mundo, hein? Assim, ó. Te pego e pá, pá, pá. Te pego e pá, pá, pá. Parararara, pá, pararara. Buyurun. Salam xanım. Salam. Saçlarımızda çox səliqəsizlik var. Ona görə Ruhi xanım qeyd elədi bunu. Elə bir səliqəsizlikdir ki, inanın mənə elə üzə, yəni sizin çox incə cizgiləriniz var. Belə kobud saç doğrudan da yaraşmır. Onlar əgər qıvrımdılarsa, onlara gərək siz yəni qulluq edib o qıvrım saçları daha da yəni səliqəyə sala bilərdiniz. Yəni inşallah belə də edin. Geyiminiz yaxşıdır, yaraşır sizə. Ayaqqabı çox kobud bir ayaqqabıdır. Yəni bu pencəyə heç yaraşmayan bir ayaqqabıdır. Bura uzun burnu bir klasik bir ayaqqabı giysəydiniz daha gözəl olardı inşallah. Dəyərli münsiflərimiz inşallah öz sözlərini də sizə deyər. Bəlkə. Salam Ulduz xanım, necəsiz? Ulduz xanım, siz bugün bizə, yəni kitil deyək də belə, bu hərbi military style, hərbi üslub deyilən bir üslub var. Hal-hazırda yenə dəbə girir. Siz məhz o üslubda yuxarı hissəniz və biraz batalyonlarınız, batalyondur da o deyəsən, səhv eləmirsinizsə, batalyonlarınız o üsluba uyğun gəlir. Sadəcə olaraq mən nə deyə bilərəm? Ayrılıqda 2 gün, səhv eləmirəmsə 2 gün bundan əvvəl Nepallı dizayner Prabal Gurung New York moda həftəsində yeni military üslubunda kolleksiyanı nümayiş etdirdi. Yəni onun kolleksiyasında bəzi bu üsluba aid olan geyimlər var idi. Çox gözəl idi. Məncə əgər siz bu üsluba üstünlük verirsinizsə, onda mütləq o kolleksiyaya baxmalısınız. İnternetə girin sadəcə olaraq Prabal Gurung 2013 kolleksiyasına baxın. Onda bütün öz nöqsanlarınızı görəcəksiniz. Ümumiyyətlə isə təəssüflər olsun ki, kaş ki siz bu kitili, şalvar dəyişik olmalıdır. Ayaqqabılarınız qala bilərdi əgər düz geyinə bilərsiniz. Bir də saç düzümüz, kaş ki onu arxaya yığardınız, belə böyük arxada şışqa kimi də belə daha yaxşı olardı. Amma nəsə hiss edirəm ki, marağınız var, sadəcə olaraq sizə düz yol göstərmək lazımdır. Baxaq. Hoş geldiniz. Necəsiz? Tərziniz, yəni öz tərzinizi formalaşdırmışsınız. Mən bəyəndim. Məni rahatsız edən bir şey olmadı. Normaldı. Ayaqqabılarınızı biraz bəyənmədim. Və saçınızı da xanımlar da qeyd etdilər həmçinin. Səliqəsizdir biraz. Yəni bəlli ki öz saçınız belədir. Yəni biraz qıvırcıq, amma yəni onu düzləşdirə bilərdiniz, arxadan topuz eləyə bilərdiniz və daha hani makyajınız çox deyil, amma gözünüzü biraz qara sürməni çox çəkmisiniz. Özünüz eləməyin də, yəni biraz daha professionallardan dəstək alın. Çünki bura gələnlər biraz özənin, özən göstərin. Daha hazırlaşmış bir şəkildə gəlin. Günlərcə hazırlaşın. Elə çantanızı alıb sabah gəlməyin.
Bəzi nöqsanlarınızı dedilər, artıq bizim müəssifləriniz. Mən istəyərəm ki, sən o nöqsanları gələcəkdə nəzərə alasan və ciddi öz tərzinə yanaşasan. Mən sənə hə deyirəm. Devam edə bilərsiniz. Bir şans da bizdən uğurlar sizə. Bir məsləhət görüm daha. Pencəyin, kitilin düymələrini dəyişin. Yaxşı düymə deyil. Onu geyinəndə çalışın ki, qollarınız açıq olsun. Köynəyi geyinəndə onu içəri salın. Yox, bunlar görsənməsin, içindən çıxmasın. Yəni o çox gözəl bir üslubdur, amma burada uyğun gəlmir. Bir də çalışın bu kitillə daha beli yuxarı olan şalvar. Çünki onun altından heç bir şey geyməyə ehtiyac yoxdur. Yubqayla geyinsəm, əvvələ fikirləşdim, yubqa nə olar? Baxır hansı yubqayla? Çox uzun beli. Belə yuxarı belli, uzun, qəşəng, yəni yox, mən kloş daşı, biraz kloş geyinərdim. Yəni o da bir tip olardı, yəni bir dəyişiklik, ətək geyinərdik. Yəni bir neçə kompozisiya qura bilərsiniz. Kompozisiya yaratmaq olar. Bu hal-hazırda sizə deyim ki, kapri də bura yaraşar. Amma onu seçmək təbii ki, zövqlə seçmək lazımdır ki, proporsiya doğrudan da gözəl olsun inşallah. Təbrik eləyirəm. Atavızda özünüzə baxa bilərsiniz. Mən elə öz sözümü deməmişəm. Ay can. Mən elə öz sözümü deməmişəm. Mən artıq dedim. Amma təbii ki, yəni münsiflərimiz hə dedi, mən də hə deyəcəkdim. Sadəcə olaraq istərdim ki, bu cür gözəl pencəyi əldə etmişsiniz, onu düzgün göstərin və eksperiment eləyin. Bir də mütləq dediyim kolleksiya baxın, sizin xoşunuza gələcək. Təbrik edirəm sizi. Sağ olun. Buyurun. Am I asleep, am I awake, or somewhere in between? I can't believe that you are here and lying next to me. Təbrik edirəm, buyurun əyləşin. Bu dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35-dir? 33. 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Sən dəvət eləyirəm öz modalar evimə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı Həmkarlarımla razı deyiləm. görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmirsən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda. Növbəti iştirakçımız gəlir. Hilalə Musayeva, buyurun. Salam xanım. Salam. Xoş gəlmisiniz. Çox sağ olun. Geyiminiz hansı məbləğə başa gəlib? Geyimim hardasa 300 manata qədər. Çox gözəl. Sizcə münsiflər bəyənəcək? Mən özümə yaraşdığını düşünürəm. İnşallah münsiflər də bəyənər. Ən çox hansı münsifdən çəkinirsiniz? Heç birindən çəkinmirəm. Buyurun, keçin. Passe les jours et rien ne change sur le parcours. Ce sont les mêmes pages qui défilent, les mêmes vers qu'on récite, le même vieux film que depuis 100 fois on rencontre. O ətəyin önündəki nədir? Bəli, zamokdur. Kəşke olmazdı və bu qədər qızılıdan niyə istifadə eləmirsən? Nə bilim, mən fikirləşirəm ki, bu ilin trendidir, önə çıxan rənglərdən biridir. Amma onun bir nədənsə istifadə eləməlisən, hər şeydən yox. Qollarında qızılı, əlində qızılı, ayağında qızılı, yubqanda qızılı, qulağında nə var? Sadə sırğa. Çantanı heç yaraşdırmıram, çünki çanta o qədər parıltılıdır ki və ayaqqabında parıltı var. Ətəyini heç bəyənmədim. Aksesuarlarını da bəyənmədim. Ayaqqabını ayrılıqda bəyəndim. Bu ətəklə o ayaqqabı getmir. Bura biraz uzun, sadə bir ətək geyinsəydin, çox gözəl olardı. Özün də çox gözəl xanımsan.
Həm siman gözəldir, həm bədənin gözəldir. Gərək sən geyiminə ciddi olaraq yanaşaydın. Bu qədər aksesuarlardan istifadə etməyəydin. Yəni əslində özəl olaraq bir hazırlaşmadım. Elə qarşılığından seçdiyim geyimlərdən geyindim. Hər dəfə istifadə etdiyim. Deyirsiniz ki, biz özəl olaraq hazırlaşmadıq. Və mən eşidirəm orada deyirsən ki, mən heç bir müsrifdən çəkinmirəm. Əslində çətin elə odur da. Gərək sən yəni, bu mən yaxşı mənada dedim. Çəkinərdin ki, belə məsuliyyətsiz yanaşmayaydın. Çünki biz tamaşaçılarımızdan çəkinərək hər gün 2 saat, 3 saat özümüzə vaxt ayırırıq və hazırlaşırıq. Mən məsəl üçün saat 11-dən evimə saç ustası da gəlir, vizajist də gəlir. Və mən özümlə ayrı-ayrılıqda məşğul oluram. Bir neçə paltar geyinirəm, soyunuram. Çünki mən tamaşaçı qarşısına çıxıram. Və sən ən azından bizim və tamaşaçı qarşısına çıxırsan. Çox gözəl xanımsan, çox da gözəl geyinmisən ayrı-ayrılıqda. Deyim ki, yox, zövqün yoxdur, zövqün var. Amma düzgün geyməmisən, düzgün bir-birinə uyğun tutmamısan. Mən istəmirəm ki, hər çıxan desin ki, mən hazırlaşmamış gəlirəm. Bilirsiniz, burada, yox, belə deyək, burada biz Azərbaycanın ən dəbli xanımını seçirik. Ən şık xanımını seçirik. Şık olmaq üçün gərək sən o qədər bir gün hazırlaşmayaydın. Bir gün hazırlaşmayaydın. 1-2 gün, 3 gün, hətta mən bilirəm sənin çox zövlü padruq, belə rəfiqələrin də var. Onlardan da məsləhətləşəydin. Buraya elə çıxardın ki, gərək elə sənin simana baxanda mən belə deyim də, insan ləzzət alır, mənə xoş gəlir. Amma sənin geyiminə baxanda mən deyirəm, heyif ki, bu cür qız belə geyimə üstünlük verib. Gərək sən bura o qədər şık çıxaydın ki, mən ağzımı açıb danışmayaydım, deyərdim ki, mən istəyirəm bizim müsriflər tez olaraq qərara keçsin və biz hər birimiz qərarımızı verəydik. Valla mən sənin geyiminə heç nə deyə bilməyəcəm. Çünki sənin mən bəyəndiyim bir köynəyin oldu, bir də ayaqqabı oldu. Aksesuarları heç bəyənmədim. Və istəyirəm bizim modelyerimiz buna müdaxilə eləsin. Ümumiyyətlə, tamamilə səndən razıyam. Çünki qızıl rəng çox parlaq bir rəngdir və onu uyğunlaşdırmaq, düz insan qarşısına çıxartmaq vacibdir. Bizim hal-hazırda olan sözlər təhqir mənəndə qəbul olunmur təbii ki. Yalnız xoş və artıq ondan sonra bu səhvlərə yol verməmək şərti ilə qulaq asırsınız və həyat yaşayırsınız inşallah. Sizin makiyajınızda hal-hazırda bu geyimə uyğunluq sözündüzü mən görməmişəm və saçlarınızı incidirsiniz görürəm. 1 rəng, 2 rəng, 3 rəng, nəsə bu saçlarda mən istəyərdim daha çox canlılıq görmək, amma cansızdılar. Əslində saçlarının rəngi gözəldir. Rəngi hə, amma cansızdılar. Simasına çox yaraşır. Mən saçlarını bəyəndim. O qədər boya, mən boyadan söhbət aparıram ki, neçə yaşınız var xanım? 22. 22 yaşda o qədər yanmış saçlar mən sizə bəyəndirməzdim. Hazırda görürəm ki, sizin saçlarınız şabalıt rəngindədir. Diblərinə görə. Bəli, düzdürmü? O şabalıt rəngində saça üstünlük verin. Yaraşar sizə birincisi, ikincisi də saçı yandırmaq tələsmin. Hələ ömür uzundur və var və boyaya biz istər-istəməz insan yaş gəlməyi ilə təbii ki, istifadəyə can atacağıq. Qaldıysa aksesuarlarda doğrudan da çoxluqdur. Bu sağ əlində olan aksesuarlardan kaş ki sən onları giyməyəydin. Bir sol əlində olan qalsaydı və ayaqqabı inan mənə ki çanta orada artıq idi. Mən nə deyə bilərəm? Xanımlar artıq hər şeyi söylədi. Sadəcə olaraq sən bayaqları qeyd elədin ki, trendlərlə uyğun, yəni qızıla üstünlüyü vermisən. Mən bir şey deyim, sən də bil, digər xanımlarımız da bilsin. Podiumda nümayiş olunan hər bir look, obraz, o sırf nümayiş üçündür.
Real həyatda isə biz onları eyni stildə geyinməli deyilik və əgər hansısa bir dizayner hər şeyi bir printlə, bir hansısa rənglə qarışdırıbsa bir rənglə, o demək deyil ki, onu kopya eləmək lazımdır. O sadəcə olaraq bunu nümayiş eləyir, ayrı-ayrılıqda satacaq. Ona görə hansısa bir dizaynerin kolleksiyasında biz görürük ki, başdan ayağa xanımı qızıl geyindiriblər. O demək deyil ki, o dəbdir. O demək deyil ki, o ayrı-ayrılıqda digər şeylərlə bizim xanımlarımız, ümumiyyətlə dünyada olan bütün xanımlar onları düzgün uyğunlaşdırsın. O dəb göstərir. Biz isə zövqdən danışırıq. Bu bir. Ayrı-ayrılıqda sənin seçdiyin qardirob mənim xoşuma gəlir, qolbaqların da xoşuma gəlir, amma çox həddindən artıq aşıb daşır. Saçların rəngi biraz tünd olsa məncə sənə daha yaraşır, çünki sənin o şaftalı rəngində dərin var, üzün var, o qədər. Onun saçlarını biraz tündləşdirsən 1000 dəfə qəşəng olar. Amma çox gözəl xanımsan. Şık saçmaq, yoxsa işıq saçmaq başqa şeylərdir. Qaçmayın bu parıltının dalıca. Günay. Xoş gəldiniz. Hoş gördük. Çox şirinsiniz. Görürsünüz. Mən saçlarınızın rəngini bəyəndim. Məncə sizə yaraşır. Yaraşır. Ayaqqabılarınızı da bəyəndim. Bu biserli çantalar, biserli ayaqqabılar bu il modadır, dəbdədir. Çantanızı bəyənmədim. Çantanızı uydurmadım qiyafətinizə, tərzinizə. Aksesuar, mən xoşlayıram aksesuar, çox bol aksesuarlar, amma bu geyimə uyğunlaşdırmadım bu aksesuarları. Köynəyiniz də xoşdur, bəyəndim köynəyinizi də. Bəlli hiss olunur ki, moda ilə maraqlanırsınız, amma özünüz də qeyd etdiniz ki, bura hazırlaşmayıb gəlmişsiniz. Yəni sırf laqeydlikdən yox, prosta Hilalə, o qolundakiləri çıxarda bilərsən. təbii. Çıxart bir əl ona basaq. baxım. Yox, elə bir əldə də çox olacaq o. Üzüyünü də çıxarsın məncə. Çətinsə çıxartma. Yox, çətin deyil. Və çantanı qoy yerə. Onlarla birgə çantanı qoy yerə. Belə daha yaxşı. O qabağında olmasaydı o ətəyin o da daha gözəl olardı. Amma bir belə stil kimi belə Bilirsən çox da bu korram. ətək bu köynəyə və bu ayaqqabıya yaraşmır. Biraz var o, amma sintez Amma belə Əslində maraqlı mən də göründü. fikirləşdim ki, yəqin ki, nəsə deyərsiniz. Əslində düymələrin ardıcıllığından zamokun gəlməyini özüm də istəməzdim. Prosta dedim, yəni ki, sırf qardırobumdan nəsə giymək istədim. Gəlin keçən qərara. Hilalə, mən sənə qarşı belə deyək də biraz sərt danışdım. Amma səni bəyəndiyimə görə sərt danışdım. Bilirəm ki, sənin dəbdən az da olsa anlayışın var və mən inanıram ki, sən həyatda bundan da zövqlü geyinirsən. Mən sənə hə deyirəm. Amma sən növbəti mərhələdə bir dənə yanlış eləsən, mən həmən sənə yox deyəcəm. Amma indi sənə hə deyirəm. Buyurun. Ümumiyyətlə bizim gələn bizə gələn mərhələ çox ciddi bir mərhələ olacaq. Çox xanımlarımıza şans verdik ki, görsünlər, maraqlansınlar, dəblə uyğunlaşsınlar. Çünki artıq bir xanım dəbdə olan və dəbi yaxşı bilən, o bir deyil. Onun əhatəsində olan bir xanımlar 10, 15 ya 5 ya 3 onun rəfiqələri ilə bir yerdə paylaşıb, o dəbi təqdim edib və xanımlarımıza bu dəbi artıq yayacaq. Biz hal-hazırda bu verişlə bunu çalışırıq etməyə. Özümüz geyinirik, yəni hər gün, hər zaman özümüzdə işləyirik. Mən bugün öz qardirobumdan geymişəm. Açmışam və geymişəm.
Gedib hardasa nəyisə alıb uyğunlaşdırmamışam, inan mənə. Və desəm sənə ki, hazırda olan mənim əynimdə köynək dünən ya bugün alınan bir köynəkdir. İnan mənə ki, 10 il bundan qabaq mən bu köynəyi klassik bir köynəkdə almışdım. Və onu çox az, bir ya iki dəfə geymişəm. Amma saxlamışam. Çünki dəb fırlanır, gəlir və hərdən elə bir obraz insan yaratmalıdır ki, onun qarderobunda həmən o köynək olmalıdır. Ona görə sənə hələ deyirəm. İnşallah görüşərik. Mən də sizə şans verirəm, amma ümid edirəm ki, növbəti mərhələdə ciddi hazırlaşıb gələcəksiniz. Çox sağ olun, təşəkkür edirəm. Buyurun. Xoşum gəlir sizdən Hilalə. Çox iddialı, sərt bir xanımsınız. Əminəm buna, gözlərinizdən oxunur. Mən istərdim ki, bizim verilişdə o gözəlliyinə əmindir, amma deyir o gözəllik bir gün sənə də qalmaz. Çox əmin olma. Qoy gözəlliyi zövqlə qarışsın. İnşallah. Bizi təəccübləndirsin növbəti mərhələdə. Məncə sizin şansınız çox yüksəkdir. Sadəcə olaraq biraz üzərinizdə çalışmaq lazımdır. Buyura bilərsiniz. Sağ ol. Burada olmaq xoşdur. Çox sağ olun. Sağ olun. Sağ olun. Təbrik edirəm. Münsiflər sizi bəyəndi. Buyurun, əyləşin. Bu dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35-dir? Yoxsa 33. 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Səni dəvət edirəm öz modalar evimə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı Həmkarlarımla razı deyiləm. görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmisən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda. Bu dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35-dir? Yoxsa 33. 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Səni dəvət edirəm öz modalar evimə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı Həmkarlarımla razı deyiləm. görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmisən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda. İndi isə iştirakçı otağına Rəna İsmailova gəlir. Buyurun. Salam Rəna xanım, xoş gəlmisiniz. Çox sağ olun. Geyiminiz neçəyə başa gəlir? Təxminən 150 manat arasında. Çox gözəl. Sizcə münsiflər sizi növbəti mərhələyə nə üçün keçirməlidir? Bəlkə belə geyinməmi görə, yaraşığıma görə, bəlkə də yaşıma görə, yaşımdan daha cavan görsənirəm, ona görə. Aha, çox ola gözəl. bilər. Ən çox hansı münsifdən çəkinirsiniz? Heç birindən çəkinmirəm, hamıya da hörmətlə yanaşıram. Fikirləri nə olar, olar. Çox gözəl, buyurun fikirlərini öyrənin. Mr. Worldwide with the J to the L. Jenny, let me talk to him. If you think it's a joke, go ahead and laugh. Created my own lane, created my path. Graduated high school, just done with my class. I'm like Einstein, I created my math. Hated algebra, but I loved to multiply. So I took my letters and made them numbers, right? While y'all evaluating Jennifer. Mən sizə bir söz deyib və verəcəm sözü Könülə. Sizin ayaqlarınız biraz tufpuşdur. Onu bilirsiniz. Və kəşki siz bu paltarı dizdən aşağı geyinərdiniz. Olardı. İncimirəm. Ola bilər. Təəssüf ki, amma yazmışsınız ki, uzun geyimləri sevmirsiniz. Hə, heç sevmirəm. Dizdən sizin çox qəşəng ayaqlarınız var, amma Çox dizdən sağ ol. aşağı geyinsəydiniz. Və mən istəyirəm Könül, sən bu xanıma ilk öncə öz fikirlərini bildirərdin, çünki xanımımız jurnalistdir. Buyurun. Salam Rəna. Salam. Salamlayıram sizi. Çox sağ olun. Mən Bir xanım kimi, bir həmkarım kimi. çox sağ olun.
Rəna xanım, ümumiyyətlə çox səliqəli bir xanımsınız, çox baxımlı bir xanımsınız. Mən heç vaxt sizə sizin yaşı verməzdim. Biraz arıqlasaydınız ümumiyyətlə. Çalışıram. Çalışın, görürəm ki, çalışırsınız. Əgər keçsəm o bir mərhələyə mən söz verirəm ki, arıqlaya bilərəm. Ruhi xanım qeyd elədiyi kimi, donunuz biraz dizdən aşağı olsaydı, azca, uzun yox, azca midi formasında olsaydı sizə daha çox yaraşardı. Bütün mənfi, bədəninizin mənfi cəhətlərinin hamısını gizlətmişsiniz. Bu da çox müsbət bir faktordur. Makiyajı da biraz dəyişərdim mən. Məncə, həddindən artıq çox tonal krem vurmusunuz. Biraz, hə. Yəni ki, gözün altına çox ehtiyac yoxdur, gözəl görünürsünüz. Saçlarınız səliqəlidir. Broşu sevdim, manikyurunuzu da sevdim. Siyah rəng seçmişsiniz. Özüm eləmişəm, öz qardırobumu. Yəni, sırf özüm eləmişəm, bir saçlarımı məsələn. Corablarınızı sevmədim. Parıltılı deyil hər halda. Parıltılı deyil, amma bura daha çox qara. Həmişə baxıram deyərək siz parıltılı... Şükür, kimsə eşitdi bizi. Ona görə. Kimsə eşitdi. Bizim sevməyimizdən deyil əslində. Sadəcə olaraq... Bu oyuna uyğun görmürsünüz. Bu mərhələyə uyğun görmürsünüz mü deyim bu. Ona görə mən giyinməm. Artıq dəbdə deyil. Bəli, parıltılı corablar. Nə deyim sizə Rəna xanım, belə çox müsbət enerjili bir xanımsınız. Mən sizə baxıb mənim təbəssüm üzümdə yayılır. Çünki həqiqətən də yaxşı mənada çox pozitiv bir xanımsınız. Təbii ki, nöqsanlar var. Mən sözü Günaya vermək istərdim. Xoş gəldiniz. Çox sağ olun. Necəsiz? Çox sağ olun, yaxşı olun. Auranız çox belə pozitiv enerjiniz çox xoşum gəldi və yaşınıza da yəni heç deməzdim 47 yaş maşallah. Gənc qalmısınız, özünüzə yaxşı baxırsınız. Nə yaxşı. Yəni kilolu xanımlar heç də arıqlamaq üçün çox əziyyətlər çəkməsin. Yəni kilolu olsan belə, yəni bədəninə uyğun, əgər bədənini, vücudunu tamamlayaraq geyinərsənsə, bu heç də yəni problem deyil. Yəni kilolu da olsanız bundan heç də təəssüflənməyin. Siz yaşınıza uyğun çox gəncsiniz, çox gözəl xanımsınız. Mən çox geyiminiz haqqınızda yorum etməyəcəm. Yaxşı ki gəldiniz, xoş gəldiniz tekrar. Amma yəni öz vücudunuzu tamamlayan elbisələr tərcih etsəniz, mənim fikrimcə daha yaxşı olar. Çox sağ olun, nəzər alın. Tamamilə razıyam dedikləri ilə, xanımlarımızın dedikləri ilə və dizə qədər sizin uzunluğunuz əgər qısa xoşdursunuz geyinməyə, yəni uzun geyinmirsiniz, o var, belə xanımlar var, yəni stereotiplər var. Amma mən bu stereotiplərə kres qoymaq istəyərdim. Niyə görə? Yəni geyinməyə hər zaman dəblə uyğunlaşmağa və dəbin olan biçimlərə fikir verib və onları istifadə eləməyə bizə lazımdır. Sizlərə də, bizlərə də lazımdır. Ona görə dizə qədər heç olmazsa sizin ətəyiniz olsaydı əla, şık, əla. Mən elə bilirdim ki, vizajist sizi, yəni üzünüzü bəzəyib. Amma siz deyəndən sonra başa düşdüm ki, siz amma dəqiq onu seçməmişsiniz. Keçən qərar. Ay, nə qədər şirinsiniz siz. Çox müsbət bir insansınız. Zövqlü də xanımsınız. Ona görə mən sizi bu layihədə görmək istərdim. Mən sizə hə deyirəm, böyük məmnuniyyətlə. Mən də hə deyirəm. 2 şərt qoyuram. Kilovuzu atasınız. Çörək, yəni yemək yox, çörək. Sizin yaşınızda çörək yeməyə qəti qarağandır. Əslində bizim o dadlı təndirlər məsələsi. Yəni yeməyin. Niyə görə ki, yaşla cavan olanda yeyəndə problem olmur, amma yaşla kilomuzu arttıra gedirik, yaraşmayacaq sizə. Artıq üzünüzdə çoxluq görürəm mən. Hə deyirəm, hələlik. Məncə də bu müsabiqədə qalmalısınız, davam etməlisiniz. Növbəti mərhələdə görüşmək üzrə. Amma mən istəyirəm ki, siz bura tam fərqli bir imicdə gələsiniz. Heç də bu xoş sözlərə uymayasınız.
Çünki bizim ikinci mərhələ çox ciddi olacaq, heç bir şans olmayacaq. İndi də mən heç kəsə şans vermirəm. Əgər zövqü olmasa insanın, dəblə ayaqlaşa bilmirsə, uyğun geyinmirsə, təbii ki, hər bir insanlara yox deyəcəm. Amma mən sizdə o qığılcımları gördüm və ona görə sizə hə deyirəm. Buyura bilərsiniz. Uğurlar. Sağ olun. Təbrik edirəm xanım. Bəyəndilər sizi. Buyurun, əyləşin. Bu dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35-dir. Yoxsa 33. 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Sən dəvət eləyirəm öz modalar evinə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı Həmkarlarımla razı deyiləm. görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmisən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda. Daha bir xanımı dəvət edirəm iştirakçı otağına. Zabitə İsmailova. Salam xanım, xoş gəlmisiniz. Geyiminiz hansı məbləğə başa gəlib? Yox, 50 manat olur. Çox gözəl. Sizcə münsiflər bəyənəcəksiniz? İnşallah bəyənəcək. Ən çox hansı münsifdən çəkinirsiniz? Ən çox imtihanlar. Çox gözəl. Buyurun, keçin. Prepare for the worst, expecting the best. I said I'm like years ahead of the rest. I need a S on my chest. These niggas lame, they need a L on their neck. Looser, you are such a loser. Pull up in that rooster, you in that PT Cruiser. Watch your girl get looser. Bu geyiminlə gündəlik geyimi nümayiş etdirmək istəmirsən. Bizim verilişin missiyasını bilirsən ki, Azərbaycanın ən dəbli, ən şık xanımını seçəcəyik. Sən çox sadə geyinmirsən. Fikirləşdim ki, bu turu keçsəm, gələn tura artıq. Hamı artıq elə fikirləşir. Bu turu keçsəm, gələn tura başqa cür geyinəcəm. Əslində, ilk görüşümüz idi. İlk çıxışın idi. Gərək sən şık geyinərdin. Çünki özün o qədər qəşəngsən ki, çox gözəlsən. Mən bilirsən nə görürəm səndə. Mən biraz istəyərdim sən fərqli geyinəsən. Yadınızdadır bizə bir 18-19 yaşında qız gəlmişdi şilyapada. Belə bir əsl gündəlik. Bəli, əsl gündəlik və şık geyinmişdi. Yəni dəblə çox biz o qızı bəyəndik. Məni bəyənmədin. Yox, şərt bəyənməkdən getmir. Geyimin çox sadədir. O üstəki o köynəyi heç sevmədim. Boyunbax nədir taxmısan ora? Həmişə boynumdadır, uğur gətirir mənə. Fikirləşdim bu gün də gətirir. Olsun, o olsun. Bir sözün düzünü desəm, mən bir sənin o ayaqlarındakını ketan sevdim. Başqa heç bir şeyi o qədər sevmədim. Bilirsiniz, mən bugün əslində işə, bax, sizə oxşar bir üslubda geyinmişdim. Bura gələndə əynimi dəyişdim. Amma çox fərqli idi. Mən özüm içəri girəndə Könülə dedim, wow, Könül. Sadəcə, mən də eyni rəngi fərqli olaraq da, eyni ketlər geyinmişdim, cins geyinmişdim. Sadəcə olaraq tişörtlə pencəyə geyinmişdim, qarışdırmışdım üslubları. Sizdə maraq var, amma eksperiment eləməyi qorxursuz. Cəhd eləmirsiniz, ürək eləmirsiniz, bəlkə bilmirəm, yoxsa çox həddindən artıq sadəsiz. Mən sizə nə deyim, bax, belə heç müzakirə eləyəsi bir şey yoxdur, yəni yaxşı mənada yoxdur. Makiyaj eləməmisiniz, saçlarınız uzun, gözəl saçlarınız var, köynəyiniz sanki biraz dartılıb, elə bir... Yox, belə boş qalır. Yəni, nə deyim sizə, sadəcə olaraq özünüz çox gözəl bir xanımsınız, amma ki, heç bir, nəyəsə, heç olmasa bir şey müzakirə eləyək deyə mən bir şey tapmıram. Nə bilim, baxaq. Xoş gəldiniz.
Mən sizin üzünüzü, saçınızı bəyəndim. Çox üzünüzdə bir masumiyyət var. Amma geyiminizi bəyənmədim. Yəni belə bəyənmədim ki, bu sənin ola bilər ki, tərzindir, gündəlik belə geyinirsən. Hə, ola bilər, dostlarınla, rəfiqələrinlə bir kafedə otura bilərsən, bir yerə gedə bilərsən. Amma bu şəkildə bura, bu verilişə, bu layihəyə, bu səhnəyə uyğun deyil sizin geyiminiz. Yəni çox özənsizdir və biz bunu hər gün demək olar ki, söyləyirik buradan yarışmacılara. Yenə də elə gəlirlər. Yəni, baxın, televizordan baxın verilişə, başqa verilişlərə, bu kimi moda proqramlara, buna baxın, görün necə geyinirlər. Yəni, bu podyuma sizin geyiminiz, özünüz deyin, sizcə uyğundurmu? Uyğun deyil, sadəcə fikirləşdim, çox belə paltar zadiniysəm, gələn turlara nə giyinəcəm? Yox canım mənim, paltar giymə ehtiyac yox idi. Kaş ki sən elə eyni cinsdə, eyni ketlərdə, sadəcə yuxarını biraz maraqlı bir şey fikirləşərdin, bu qədər. Örə bilərdi saçını, ya neysən, amma ki bu şəkildə mən qəbul edə bilmirəm. Çox gözəl bir qızsınız, amma çox masum üzünüz var. Amma bu geyimdə, bu müsabiqəyə, bu layihəyə gələn yarışmacıları mən qəbul eləmirəm. Sənə uğurlar, amma dəblə uyğunlaşmırsan, heç maraqlanmırsan. Maraqlanıram, yox. Amma görmürəm bunu mən. Səndə bunu görmürəm. Çünki mənim də 17 yaşında qızım var. İnan mənə hər gün o çıxanda evdən. Mən özüm bir maraqla ona baxıram ki, necə gözəl bir-birinə rənglər, bir-birinə stillər. Yəni demirəm ki, mənim qızımdır. İnan mənə onunla heç bu barədə mən danışmıram. Hətta bir şopinqə çıxanda mənim zövqümlə olanları o bəyənmir. Mən isə onun seçimi ilə görürəm ki, razılaşıram. Görürəm ki, doğrudan o özünə gözəl seçim edir. Və mən də bunu sənə arzu edirəm ki, seçimimi düz eləyəsən inşallah. Bax, bizi təəssüf ki, yox, deyəcəm sənə və amulet deyilən bir şeylərə uyma. Sən deyirsən, bu mənə uğur gətirir. Amma mən sənə deyim ki, ən birinci bizim uğurumuz, həyatımız, hər şey Allahdır. Və üzvü ancaq Rəbbivə tutquna. Hansısa əşya heç vaxt sənə nə yaxşı, nə pis tərəfdən gətirə bilməz. Mən inanmıram belə şeylərə və sənə onu deyərdim ki, inanmayasan. Buyur Könül. Mən hə deyirəm. Çox sağ olun. Hə deyirəm, çünki sadəliyin sadəcə olaraq sənin marağını üstülüyüb bu dəfə. Amma bəlkə digər münsiflər bir şey düşünsələr, mən səni digər tərzdə görmək istərdim. Amma bu mənim subyektiv fikrimdir. Münsiflər razılaşmaya da bilərlər. Buyurun, Günay. Mənim yəqin ki, çıxışımdan hiss olundu nə deyəcəyim. Təəssüf ki, yox. Yəni, bu geyimlə, bu tərzlə bu layihəyə gələ bilməzsiniz. Təbii ki, məndə yox deyil. Sənə başqa işlərində uğurlar. Buyura bilərsən əziz. Dərslərində uğurlar. Əfsuslar olsun ki, bəyənmədilər. Təəssüflənmirəm. İnşallah yaxşı olar. Bizim verilişə baxın, hər şey yaxşı olacaq. Sağ olun. Bu dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35-dir? 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Səni dəvət edirəm öz modalar evimə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı Həmkarlarımla razı deyiləm. Görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmirsən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda.
Bu dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35-dir? Yoxsa 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Sən dəvət eləyirəm öz modalar evimə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı Həmkarlarımla razı deyiləm. Görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmisən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda. Yarışmaya qatılan daha bir iştirakçı Nigar Əliyeva, buyurun. Salam xanım, xoş gəlmisiniz. Çox gözəl görünürsüz. Geyiminiz hansı məbləğə başa gəlir? 80 manat. Sizcə münsiflər sizi növbəti mərhələyə nə üçün keçirməlidir? Daha gözəl olmasın ki. Əminsiz özünüzdə, öz özünüzə əminsiz. Ən çox hansı münsifdən çəkinirsiniz? Buyurun. Let's go. You're the best way I know to escape the extraordinary. This world ain't for you and I know but damn sure this world ain't for me. Lift off and say goodbye. Just let your fire set me free. Oh, moonshine. Neçə yaşınız var? 18. Əla. Amma makyajınız 40 yaşlı xanımda yaqın o qədər gözəl çəkməz. 18 yaş, elə gözəl yaş, o qədər makyaj, uyğun gəlməyən bir geyimlər. Bu batilyonlar nə ayağınıza yaraşır, nə hal-hazırda geyimə yaraşır. Bəyənmirəm heç nə. Köynə ilə bu qısa çəkmələri necə uyğunlaşdırmısan? Hardasa görmüsən, yoxsa bəlkə Daha doğrusu rəngləri uyğunlaşdırdım. Bir də ki, mənim stilim bu stillədir. Rənglərə görə uyğunlaşdırdın. Aha. Bəs sən güzgüyə baxanda görmədin ki, yəni rənglər bəlkə də uyğunlaşır, bəlkə də. Amma ki, onların fasonu, üslubu tam digər şeylərdir. Bilirsən necə, mən özüm çox xoşlayıram bütün üslubları qarışdırım. Klassika sporla, nə bilim, avangard, nə istəyirsən eləyə bilərəm. Amma ki, onu qarışdıranda sən o qədər bütün detalların nəzərə almalısan ki, sənin səhvin olmasın. Çünki üslub qarışdırmaq çox incə bir, nazik elə bir ciddi bir məqamdır. O qədər də vaxtım olmadı. Mən heç bir şey söyləməyəcəm, çünki məncə həqiqətən də sənin vaxtın olmayıb. Çox üzülürəm belə şeylər eşidəndə. Sadəcə olaraq biraz diqqət yetir özünə. Vaxtın olmayıb, amma makyaja vaxt tapmışsan. Makyaja hamının vaxtı var. Əsla makyajsız yolda eləyirlər bəlkə. Seçim eləyirik, makyaja yox. Biz burada seçirik, yəni zövqlü xanım ümumiyyətlə hər tərəfdən. Amma 18 yaşında belə makyaj, neyinirsən sən bunu? Bilmirəm, biraz çox eləyirlər. İnan mən, eləyiblər. Onda mən buradan o eləyən insana öz salamlarımı göndərirəm. Və deyirəm ki, o utansın, yerə girsin ki, 18 yaşında belə gözəl xanıma belə bir ifrat dərəcəsində makyaj yap. Yəqin ki, gələn hansı salondur o? Dəqiq adını bilmirəm. Dəqiq adını bilmirsən? Onda ustanın adını de. Ustanın adını. Vallahi heç birinə xəbər. Balam, sən haralardaydın onda? Sənin səhvindir o. O sənin səhvindir. Bəlkə növbəti tura keçim daha düşünmüşdüm. Xoş gəldiniz. Xanımlar da qeyd etdi. Makyajınız da oradan düzdür. Yəni yaşınıza uyğun deyil. Bu yaşda o qədər makyaja ehtiyac yoxdur. Üzünüz, simanız çox gözəldir. Yəni elə də ehtiyac yoxdur sizin makyaja. Saçınız da maşallah çox qəşəngdir. Geyimizə gəldiyimdə dediniz ki, rənglərini uyğunlaşdırdım da çizmələrinizlə köynəyinizin. Rəngləri heç biri-biri ilə uyğun deyil. Nə tərz baxımından, nə rəng baxımından heç uyğun deyil. Ümumiyyətlə, heç bir şey üzərinizdə bir-birinə uyğun deyil.
klassik və spor, yəni heç birinin bir-birinə aidiyyatı yoxdur. Düzgün kombin etməmisiniz, ona görə çox da müzakirə etməyəcəyəm. Hər bir şeyi artıq müsiflərimiz dedi. Mən sadəcə bir şeyi sənə demək istəyirəm ki, Nigar, bir də bu tərzdə köynək geyinmə. Çünki bunun qolları, yuxarı hissəsi səni çox kobud göstərir. Bu qollar. Çünki mənə elə gəlirsən, incəsən, belin incədir. Belə özünə yaraşan geyinsən daha uyğun olardı. Və mən bu köynəyi sənin yaşına uyğunlaşdırmıram. Və mən istəyirəm qərara keçəyim. Mən sənə yox deyirəm, Nigar. Çünki sənə heç nəyi uyğunlaşdırmamısan. Heç cür sənə hə deyib başqa iştirakçımıza haqsızlıq edə bilmərəm. Və şans da artıq yoxdur. Ona görə də sənə yox deyirəm. Buyura bilərsiz. Mən də yox deyirəm və istəyərdim sən biləsən, birincisi makyaja özüvə biraz belə gözəl yanaş. Elədiyi insanlar da pis eləyəndə, çox eləyəndə imkan vermə buna. Sən uşaqsan, amma genə də özünü idarə eləməyə bacarmalısın. İkincisi də bu trubuçka deyilən bir şalvarlar ümumiyyətlə sənə yaraşmır. Sənin ayağına görə yaraşmır, onu geyinmə yenə. Yaxşımı? Və təəssüf ki, yox deyirəm. Məncə siz gedin, o birisi, yəni növbəti il, ikinci sezon özünə baxda daha hazırlaşmış bir şəkildə gələrsiniz. Düşündüklərimi artıq bizim hörmətli münsiflərimiz söylədilər. Mən onlarla bu məsələdə razılaşıram tamamilə. Bu dəfə sənə yox deyirik, hamımız birlikdə. Amma ümid edirəm ki, ikinci sezonda bizə yenidən qatılıb təəccübləndirərsən bizi. Uğurlar sənə. Uğurlar Nigar sənə. Üzvə güvən, çox gözəl üzün var. Həddindən artıq gözəl. Sağ ol. Buyur Əsim, sağ ol. Chiedi libertà, lo sai non sono io a incatenarti qua, il sentimento va. Təəssüflər olsun, bəyənmədilər sizin zövqünüzü, seçiminizi. Üzülməyin, çox sağ olun ki, gəldiniz. Sağ olun. Bu dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35-dir, yoxsa 33. 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Sən dəvət eləyirəm öz modalar evimə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı Həmkarlarımla razı deyiləm. Görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmisən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda. Növbəti iştirakçımız gəlir. Elnurə Kazımova, buyurun. Salam xanım. Xoş gördük. Xoş gəlmisiniz. Təşəkkür Çox edirəm. gözəl görünürsünüz. Çox sağ olun. Paltarınız hansı məbləğə başa gəlir? 186 manat. Aha, çox gözəl. Sizcə münsiflər sizə növbəti mərhələyə nə üçün keçirməlidir? Yəni şans verməlidir ki, qalib olum. Ən çox hansı münsifdən çəkinirsiniz? Ümumiyyətlə çəkinmək deməzdim, amma ki, yəni tövsiyələrini qəbul edərdim. Buyurun, keçin. Əslində mən sizin anketi oxuyanda ki, siz brend menecerisiz, mən sizi bambaşqa cür gözləyirdim. Belə çox stilli bir xanım gələcək indi. Amma məni təəccübləndirə bilmədiniz. Nə saçınızla, nə geyiminizlə, heç bir şeylə. Ayaqqabı heç bu geyimə, paltar çox gözəldir, paltardan xoşum gəldi. Amma ayaqqabılarınızı heç ora uyğun görmürəm. Siz hələ də çalışırsınızmı? Hələ də... Məndə sadəcə casual stildir. Yəni, birinci dəfə verilişdə olduğuma görə bilmədim, yəni, nə cür bir şey eləyim ki. Siz indi bilirsiniz hansı ayaqqabılar dəbdədir?
слишком platforma, dedi şpilka. Şpilka, burnu uzun, nazik. Elə onu da geyinərdin keşke bura. Şərt deyil ki, gedib bahalı bir ayaqqabı alardın. Ucuzda ayaqqabı da ala bilərdin, amma paltarına uyğun alıb geyinib gələ bilərdin. Çünki sənin peşən onu tələb eləyirdi. Və saçın bu paltara heç uyğun getmir. Mən istəyirəm bu məsələdə könülə söz verək. Salam. Salam. Bilirsiniz, siz çox gözəl markanı təmsil edirsiniz. Gündəlik həyat tərzi üçün cinslər, gözəl tişörtlər, gözəl köynəklər. Mən bilmirdim sözün açığı, yəni brand manager, hansı brand manager. Amma sizin öz mağazanızda o qədər gözəl şeylər var ki, mən daimi oradan bir şey alıram özüm üçün. Nə deyim? Fikrimcə biraz siz elə məhz o üslubda geyinsəydiniz və mən hətta bilirəm ki, brand menecerlərdən tələb olunur. Hansı markanı ki təmsil edirlər, ona uyğun geyinsinlər həyatda da. Belə bir beynəlxalq təcrübə var. Fashion modellərimiz də olur. Sadəcə, yenə deyirəm, birinci dəfədir deyə bilmədim hansı... Mən deyə bilmərəm ki, siz pis geyinmişsiniz. Sadəcə olaraq çox sadə geyinmişsiniz. Görürəm ki, hazırlaşmışsınız, salona getmişsiniz, saçlarınızı. Amma tam fərq... Siz bu... Kaş ki deməyəydiniz. Nə bilim, hələlik bu qədər. Mən fikirləşmək... Təşəkkürlər. Yaşıva uyğun görsənmirsən. Görsənmirsən. Daha çox görsənirsən. 29 yaş az yaşdır, amma ondan çox yaşlı görsənirsən üz quruluşuna görə və hal-hazırda seçilən bir strişkava görə. Onu saç rəngi də o biraz yaşlı nəsə paltar ümumiyyətlə bəyənmişəm, gözəldir, dəbdə olan bir paltarda, amma aksesuarların çatışmamazlığı da var. Belə parlaq güllər var orada və o moruğu ya yasəmən rəngində olan bir aksesuarlar qolunda olsaydı tamamlayardı və ayaqqabılarına bu rənglər qatılsaydı gözəl olardı və burnu açıq geyinsəydin daha gözəl olardı. Çünki artıq bu bizim hal-hazırda qışdan çıxan bir fəsildəyik və artıq bu biz də geyinirik hal-hazırda, amma bu paltara görə uyğun deyil ayaqqabılar. İnşallah baxarıq. Salam. Xoş gördük. Xoş gördük. Elbisenizin rənginə çox xoşum gəldi. Belə rəngarəng, çiçəkli, çiçək desenli elbiselər çox xoş görünür. Amma ki Leyla xanım da eyni fikirdəyik. Yəni biləkliklər, renkli biləkliklər olsaydı daha yaxşı olardı. Ayaqqabı da təbii ki uyğun deyil, qeyd olundu. Və saç düzümünüzü biraz xoşlamadım. Yəni çox suni görünür. Belə suni saç düzümləri eləməyin. Daha doğal, daha sadə. Yəni özəlliklə elbisəniz çox nəzərə çarpır. Çox diqqət çəkəndir rəngi baxımından. Belə tərz elbisələr geyindiyi zaman mütləq saç düzümü sadə, makyaj sadə olunacaq ki, hamısı hərəkətli olmasın. Saçınız hərəkətli, elbisəniz hərəkətli. Belə. Sənə hə deyirəm, amma saçını bu şərtdən əgər keçəsi olsan dəyiş. Bu rənglə səni görmək heç istəmirəm. Saçında artıq 3 rəng var sənin və bu səni daha da yaşlı göstərir. Və geyiminə də ciddi olaraq fikir ver. Təşəkkür edirəm, çox sağ olun. Mən də bir şans olaraq verirəm və səni daha cavan görmək istəyərdim. Hə deyirəm sənə. Təşəkkür edirəm, çox sağ olun. Mən isə istəyirəm ki, gələn dəfə siz təmsil edən markanın geyimlərini geyib gələsiniz bizə. Ən azından mağazindən bir şey götürüb seçə bilərsiniz. Orada işləyirsiniz. Yəni ona ait geyimlərim də var. Mən sizə hə deyirəm, çünki mən bilirəm ki, sizin çalışdığınız şirkət öz işçilərinə çox böyük önəm verir
və onların üzərində çalışır. Və mən əminəm ki, illər boyu siz daha da artacaqsınız. Uğurlar sizə. Təşəkkürlər, çox sağ olun. Məncə də siz bu layihədə davam etməlisiniz, amma bu fikirləri mütləq nəzərə alarsınız. Çox sağ olun. Eləyirəm. Təşəkkür edirəm, çox sağ olun. Qüsurlara baxmayaraq keçdiniz növbəti mərhələyə. Təşəkkürlər, çox sağ olun. Bu dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35-dir, yoxsa 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Sən dəvət eləyirəm öz modalar evinə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı Həmkarlarımla razı deyiləm. Görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmirsən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda. Bu dəfə özünə baxda iştirakçı Səbinə Babayeva ayaqqabı ölçüsü ilə hər kəsi təəccübləndirəcək. 35-dir, yoxsa 33 ölçülü ayaqqabı axtaran Səbinə Leyla Əhmədovadan iş təklifi də qazandı. Sən dəvət eləyirəm öz modalar evinə. Münsifləri mübahisəyə sürükləyən Rəşidə İbrahimovanı Həmkarlarımla razı deyiləm. Görəsən Könül Nağıyeva niyə bu qədər müdafiə etdi? Sən eksperiment eləmək istəmirsən. Bu çox ciddi bir addımdır. Bütün bunlar yalnız özünə baxda. Könül, sən nəyə baxırdın? Şəkilə baxırdım topun üstündə. Köynəyi bağışlayarsan mənə? Bəli, bəli. Məhz iştirakçı Fidanın köynəyi Münsif Könül Nağıyevanın az sonra danışacağı yalanı üzə çıxardı. Mən rock stilini özüm də çox sevirəm. Heç vaxt özüm geyinmirəm. Könül xanım, bu ki sizin sevimli geyim dəstinizdir. Mənim xəsiyyətim biraz tündür. Mən rock ulduzunun xanımıyamsa, o demək deyil ki, mən glamur ola bilmərəm. Könül Nağıyeva haqqında bilmədiklərinizi həftənin birinci günü mütləq öyrənəcəksiniz. Növbəti iştirakçı gəlir bura. Səbinə Babayeva, buyurun. Salam xanım. Salam. Xoş gəlmisiniz. Çox sağ olun. Geyiminiz hansı məbləğə başa gəlir? Geyimim opsi 290 manata. Aha, çox gözəl. Sizcə münsiflər bəyənəcək sizin seçimi? Güman edirəm ki, bəyənərlər. Ən çox hansı münsifdən çəkinirsiniz? Heç birindən, hamısını çox istəyirəm. Buyurun, keçin. Çox sağ olun. Yazmısan ki, geyim dizaynersən. Oxuyuram hələ ki. Heç bir zaman da xəzdən istifadə etmirəm. Nəyə görə? Yəqin ki, heyvanlara sevgimdən irəli gəlir. Belindəki də dəridir, o zaman onu da taxır. Xəz dəri demişəm mən orada. Fərqi nədir? Elə dəri də heyvandan istifadə olunur qızım. Çantanı da əlindən götürmə. Ayaqqabı da ayağıma geyinmə. Yox, o xəz dəri mən çox belə süni bilirəm, sünidir, təbii, çoxu təbii deyil. Süni olduğunu da bilirəm. Modada axı hamı xəz dərisinə qarşı. İndi moda olduğu üçün hər kəs heyvan sevər olmuş. Geyimin maraqlıdır. Əslində sənin bədəninə uyğun bir geyim seçmisən. Mən çox bəyəndim. Saçlarının rəngini bəyəndim. Dodaq boyanı da bəyəndim. Sadəcə olaraq sən də bilirsən nəyi bəyənmədim. Ayaqqabılarını biraz bəyənmədim. O da ola bilər ki... Məndə böyük bir problemdir o razmerə görə. Ölçüsü tapılmır mənim ayağım. Ay can, o da ola bilər. 35-dir, yoxsa 33. Düymovaçka. Onda o şokdur oradan. Mənim çox sevdiyim, çox həddindən artıq sevdiyim bir rəfiqəm yox, demək olar ki, bacımdır, amma onun ayaqları 35-dir.
demək, sən daha da mən bilirəm o problem yaşayır hər Çox böyük zaman. problemdir. Əsəbləşir, könül markaları tapmayanda, ayaqqabıları Baxıram, tapmayanda. ürəyim gedir, olmur. Hə. Çox əsəbləşir və mən bilirəm ki, sən hansı problemləri yaşayırsan. Onu nəzərə alaraq çox sənin o belə deyək də ayaqqabının üstündə dayanmayacağam. Amma mən əlindəki üzüklərə baxa bilərəmmi? O birinə. Onu o kəpənəyi heç istəməzdim taxasan. Və qolunda nazik bir biləklik istəyərdim olsun. Çox nazik. Saat da istəməzdim, amma çox nazik bir belə biləklik olsa daha gözəl olardı. Və mən belə deyim, itələyici heç bir şey yoxdur səndə. Buyura bilərsiniz. Mənim də xoşuma gəlir hal-hazırda olan üslub, paltar. Ayaqqabı da bəyəndim, yaraşır. Ayaqlarınıza görə uzunluq çox gözəldir. Aksesuarlar çatışmamazlığı da var və yanlış geyinmək də var. O var. İnşallah neçə yaşınız var? 20. 20. İnstitutu artıq bitirmək üzrəsiniz. Hə, bitirmək üzrəsiniz. Axırıncı kursdasınız. Yox, 3-cü kursdayım. Modacısınız. Geyim İnşallah görüşərik. İnşallah. Buyurun ki. Salamlayıram sizi Səbinə. Siz Bakıda oxuyursunuz, Bakıda təhsil alırsınız. Mən çox şadam. Çünki əslində bizim çox zövqlü xanımlarımız var. Sizinlə həmkardılar, amma onların çoxu İngiltərədə misal üçün tanınmış Saint Martin Üniversitesi var. Orada təhsil alırlar. Tanınmış dizaynerlərin çoxu da oradan çıxıb. Misal üçün sizinlə bir fikirli olan Stella McCartney, tanınmış Beatles qrupunun ifaçısı Paul McCartney'nin qızı. O hər zaman mübarizə aparır. Xəzlə istəmir ki, istifadə olunsun. Onun kolleksiyalarında siz dəridən də istifadə etmir onu. Necə? Dəridən nə dəridən, nə xəzdən, heç bir şeydən istifadə olunanda süni şeylərdən istifadə eləyir, materiallardan istifadə eləyir. Bəlkə haçansa onunla tanış olarsınız. O daha ətraflı danışar sizinlə bu barədə. Çox gözəl bir dizaynerdir. O ki qaldı sizin geyiminizə. Çox bəyəndim sizi. Amma mənlik olsaydım, mən böyük məmnuniyyətlə bax o sizin paltarı özümdə geyinərdim. Hər şeyi geyinərdim, amma mən onu qalın qara corabla geyinərdim. Əgər biz dəbdən, zövqdən danışırıqsa, moda həftələrində sizin seçdiyiniz paltarı, fasonunu çox xanımlar geyinir və onlar onu sırf qara qalın 40-dən kalgotka corablarla qarışdırırlar və inanın mənə çox zövqlü görsənir. Bir gün belə də eksperiment edə bilərsiniz. Makyajınız, boyanız, rənglər uyğundur. Mən çox şadam ki, bizim gələcəkdə belə gözəl dizaynerlərimiz ola bilər. Sevindirici haldır ki, öz vücudunu tamamlayan bir xanım gəldi nəhayət. Çox yaraşır sizə belə tərs, çox cici, çox xoş görünürsünüz. Saçınızın rəngi isə çox yaraşır, düzüm çox səliqəli. Elbisənizi çox bəyəndim. Ayaqqabıları uydurmadım, amma ki o da probleminiz olduğunu qeyd etdiniz. Qalın çorapla dediyiniz kimi və babet də ola bilərdi əslində. Elə də ola bilərdi, elə də deneyə bilərsiniz. Çantanızı biraz bəyənmədim, amma belə çox göz oxşayansınız. Çox maraqlı və özünüzə doğrudan öz bədəninizi tamamlayan qiyafət seçdiyiniz üçün də sizi təbrik edirəm ayrıca. Səbinə, mən sənə hə deyəcəm. Mən sənin növbəti mərhələdə daha da maraqlı görmək istəyirəm. İnşallah. Buyurun. Mən də hə deyirəm və hər zaman belə yəni gözəl xanımlara dəstək oluram, yəni öz sənətimdə. Əgər sən haçansa praktika deyilən bir şey keçmək istəsən, səni dəvət edirəm öz modalar evimə. Keçə bilərsən, çox şeyləri öyrənə bilərsən inşallah. Mən də təbii ki hə deyirəm, çünki sizi çox bəyəndim. Uğurlar. Əlbəttə ki hə.
Çox sağ olun. Əlbəttə ki. Uğurlar sənə gəlsin. Növbəti mərhələdə daha fərqli bir obrazla inşallah sizi görərik. Artıq modelyer kimi çalışmalısan öz üstündə. Öz tasarımlarımla inşallah. Sağ ol canım. Çox sağ olun. My homie lent me some cash. Thank you. Bartender filled my glass. Thank you. Təbrik edirəm. Çox sağ olun, Bütün təşəkkür. münsiflər bəyəndi sizi. Çox sağ olun. Buyurun, əyləşin. Könül, sən nəyə baxırdın? Şəkilə baxırdım topun üstündə. Köynəyimi bağışlayarsan mənə? Bəli, bəli. Məhz iştirakçı Fidanın köynəyi Münsif Könül Nağıyevanın az sonra danışacağı yalanı üzə çıxardı. Mən rock stilini özüm də çox sevirəm. Heç vaxt özüm geyinmirəm. Könül xanım, bu ki sizin sevimli geyim dəstinizdir. Mənim xasiyyətim biraz tündür. Mən rock ulduzunun xanımıyamsa, o demək deyil ki, mən glamur ola bilmərəm. Könül Nağıyeva haqqında bilmədiklərinizi həftənin birinci günü mütləq öyrənəcəksiniz. Və bugünün son iştirakçısı Rəşidə İbrahimova. Buyurun, gəlin. Salam xanım, xoş gəlmisiniz. Geyiminiz hansı məbləğə başa gəlib? 120-130 manat civarında. Aha, sizcə münsiflər sizi növbəti mərhələyə nə üçün keçirməlidir? Bilmirəm ki. Yəqin ki, baxacaqlar deyənə görə. Görəcəklər sevdim var ya, yox. Sizcə bəyənəcəklər? Ola bilər. Ən çox hansı münsifdən çəkinirsiniz? Hamısına hörmətim var, amma çəkinmək istəmirəm çünki həyecanlana bilərəm. Hə, çox gözəl. Buyurun, keçin. Çox gözəl paltar seçmisən. Mən bu belə formada olan paltarları çox sevirəm. Sadəcə olaraq o çantanı çox yanlış əlində tutmusan. Düzdür. Qara ya da ayaqqabılarım sarı idi, onu sizdən məsləhət edəcəm ki, sarı ayaqqabılar. Amma mən deyim ki, ayaqqabıları çox yanlış geyinmisən. Bu mənim fikrimcədir. Mən o ayaqqabı ilə o paltarı heç geyinməzdim. Məncə sən ora qara geyinsəydin. Hətta belə deyim də, Könül, mən bu kəməri qırmızı rəngdə taxardım. Bəli, tam bardo rəngində bir kəmər taxardım. Çox gözəl olardı və hətta mən ondan istifadə eləmişəm və Türkiyədə çox tanınmış bir modaçı var, Yıldırım Mayrov. O məni görəndə belə şaşqınlıqla baxmışdı. Çox bəyənmişdi. Belə deyim ki, çox dəhşətli bir yanlış geyinmisən, yox. Amma ayaqqabılarını bəyənmədim. Buyurun. Kəşke o kəmər ayaqqabının rəngində olardı. Və onun rəngi gözəldir. Ayaqqabını da, bu brasleti də uyğunlaşdırmışsan və o kəmərdə də o olsaydı mən bəyənərdim. Və ayaqqabının forması kobuddur. Yəni və paltarın bilirsən uzunluğu nə o yana nə bu yana. Nə ayaqqabını göstərir. İndi istəyərdim mən paltarı biraz qaldır yenə mən bir ayaqqabıya dəqiqliklə baxım. Çox kaprizni bir geyinmək də olar, geyməmək də olar. Bilirsən, yəni də o şıqlığı qabartmaq, daha çox bu kobud ayaqqabılarda olan şıqlığı çıxartmaq, onun üstündə əgər sən daha da çalışsaydın, işləsəydin, bəlkə də alınardı. İndi çatışmamazlıqlar var, hətta bu kəmərdə. Mən o ayaqqabıları geyinərdim, Leyla xanım.
dar cinslə. Var. Cinslə. Momentlər var da deyirəm. Bəli. Rənginə görə yox. O ayaqqabının forması çox gözəldir. İstəyirdim sən onu dar cinslə bir gödəkçə ilə geyinəydin. Bu geyimə uyğun deyil. Əslində bir neçə çeşid onun nə rəngi uyğundur geyim bu geyimə. gətirmişdim. Bunu niyə seçdim? Nə də ki forması uyğundur. O bilmirəm. Könül buyur. Əslində mən yəqin ki ilk dəfə olaraq həmkarlarımla razı deyiləm. Mən uyğunlaşdırıram donla ayaqqabını. Sadəcə olaraq rəngi çox xoş. Digər kəmərin qəhvəyi rəngində olsa və sənin paltarın burada kəmərin var ayaqqabın. Biraz onu qaldıra bilərsən paltarını. Yəni yuxarı qaldır. Arxada mikrofon var ona. Biraz, sadəcə biraz qaldır onu. Əlinlə də qaldıra bilərsən. Corab olmalı deyil orada. Çünki bu yay ayaqqabısıdır. Rəngi yay rəngidir. Corabsız bu həmin ayaqqabılarla, həmin paltarla, qəhvəyi rəngdə kəmərlə, üstündə o qızılı elementlər də ola bilər. Sadəcə olaraq böyük bir çantayla, klaçla yox. Onda sən belə gəlsəydi, mən sənə vurulacaqdım. Amma yəni mən görürəm ki, sənin marağın var, sən eksperiment eləmək istəmirsən. Çünki bu çox ciddi bir addımdır. Sən çox çətin bir rəngləri uyğunlaşdırmaq istəmirsən və belə deyək, 50% o səndə alınıb. Əgər sən gedib evdə mən dediklərimi uyğunlaşdıra bilsən, məncə çox gözəl alınar. Mən hər şeyi səndə uyğunlaşdırdım. Sadəcə olaraq uzunluğu və rəngi düz deyil. Kəmərinə donun, bir də o corabları. Amma mən ayaqqabıları yaraşdırmadım. Ya, hərənin öz fikri var da, yəni ki, mən çox bəyəndim. Maraqlı bir üslubdur. Bu konseptual London üslubuna bənzəyir. Londonda çoxları belə geyinir. Yəni biz hələ də fotosessiya eləmişik jurnal üçün. Konseptual bir fotosessiyadır. Yəni maraqlı, tam olaraq qarışıq şeyləri sən heç də pis uyğunlaşdırmamısan. Buyurun Günay. Salam. Mən ayaqqabıdan çox danışıldı. Ayaqqabınız ayrılıqda maraqlıdır. Rəngi də çox canlı bir rəngdir. Amma bu tarz elbisə ilə mən uyğunlaşdırmadım. Mənim təbii şəxsi fikrim. Ayrıca biləkliyi ilə də rəng uyumu yoxdur. Yəni fərqli rənglərdədir. Sarı və turuncu. Yəni biləkliyiniz turuncu və sarı rənglər çox fərqli rəngdir. Kəmərə gəlincə, kəmər bu ildə dəbdədir. Hətta cəketlərin belə, bəzi cəketlərin belə üstündən kəmər mütləq istifadə olunur. Amma bu kəmərini uyğunlaşdıra bilmədim səndə heç nə ilə. Biləkliyindən xoşum gəldi. Amma çantan da böyük çanta, daha böyük çanta, günlük çanta olsaydı daha yaxşı olardı. Mən sənin əslində tərzini bəyəndim. Ayrı-ayrılıqda bütün hər bir şeyi bəyəndim, çantanı çıxmaq şərti ilə. Və mən sənə hə deyirəm. Çox sağ olun. Ümidvaram ki, növbəti dəfə bu belə olmayacaq. Güzəldir. Buyurun. Risk eləməyə yəni yeri var, alınır səndə və belə də davam elə. Mən də hə deyirəm. Öz fikirlərini, öz üslubunu sadəcə olaraq inkişaf etdir. Mən sənə hə deyirəm və çox şadam ki, belə gözəl dəbli xanımlar bizim layihəmizə gəlir. Məncə də davam edin, amma yaxşı hazırlaşın gəlin. İnşallah. Uğurlar. Sağ olun. Sağ olun, uğurlar. Təbrik eləyirəm sizi. Keçdi sizdə. Buyurun, əyləşin. Çox sağ olun.
Könül, sən nəyə baxırdın? Şəkilə baxırdım topun üstündə. Köynəyi bağışlayarsan mənə? Bəli, bəli. Məhz iştirakçı Fidanın köynəyi Münsif Könül Nağıyevanın az sonra danışacağı yalanı üzə çıxardı. Mən rock stilini özüm də çox sevirəm. Heç vaxt özüm geyinmirəm. Könül xanım, bu ki sizin sevimli geyim dəstinizdir. Mənim xasiyyətim biraz tündür. Mən rock ulduzunun xanımıyamsa, o demək deyil ki, mən glamur ola bilmərəm. Könül Nağıyeva haqqında bilmədiklərinizi həftənin birinci günü mütləq öyrənəcəksiniz. Siz də tərzinizlə seçildiyinizi düşünürsünüzsə, Özünəbaxta gücünüzü sınayıb finala qədər yüksələ bilərsiniz. Böyük mükafat uğrunda gedən mübarizədə siz də iştirak edin. Zövqünüzə güvənin. Görüşərik. I said that I need you now, well I need you more than ever. Don't think I can live without us being in this world together. When the walls came crumbling down, thought you said you'd leave me never, 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 never. When I said that I need you now, well I need you more than ever. Don't think I can live without us being in this world together. When the walls came crumbling down, thought you said you'd leave me never, 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 never. Könül, sən nəyə baxırdın? Şəkilə baxırdım topun üstündə. Köynəyi bağışlayarsan mənə? Bəli, bəli. Məhz iştirakçı Fidanın köynəyi Münsif Könül Nağıyevanın az sonra danışacağı yalanı üzə çıxardı. Mən rock stilini özüm də çox sevirəm. Heç vaxt özüm geyinmirəm. Könül xanım, bu ki sizin sevimli geyim dəstinizdir. Mənim xasiyyətim biraz tündür. Mən rock ulduzunun xanımıyamsa, o demək deyil ki, mən glamur ola bilmərəm. Könül Nağıyeva haqqında bilmədiklərinizi həftənin birinci günü mütləq öyrənəcəksiniz. ATV'den özüne bak. Zövgüne güvenirsen sen, özüne eminsen sen. Demlegin, demlegin, demlegin.